kilo yağdan gedir. Deməli, nəticəmiz 72.7-dən düşmüşük 64.4-ə. 7 kilo 300 kilo vermişsiniz. Yağ kütləniz 26.6-dan düşüb 19.6-ya. Yəni siz 7 kilonun da hamısını yağdan Ne vermişsiniz. güzel. Möhtəşəm nəticədir. Əladır, hər şey qaydasındadır. Hələ bizim belə nəticələrimiz əladır, amma belə möhtəşəm nəticə bu dərəcədə Arifə xanımdadır. Təbrik edirəm. Doğrudan doktor. Daxili pilləmə 13-dən 8-ə düşüb, yəni ideal. Nə vermişsinizsə yağdan vermişsiniz, əzələ kütləsi qorunub. Ödem atmışsınız bədəndən, sağlamlıq göstəricisi 68-dən 73-ə Bu da sizin yazdığınız o qidaların təsiri nəticəsində olur. Çünki düzgün qidalanmışam. Ancaq doktorum mənə yazıb ki, sənə nələr qəbul eləməlisən ki, ay sonunda biz analiz verəndə gözəl nəticələr olsun. Bu səbəbdən də Sevda doktorumuza, Pərvanə doktorumuza dərin təşəkkürümü bildirirəm. Siz sağ olun ki, yerinə yetirirsiniz və bizim belə gözəl O nəticələr. qədər sevinirəm ki, inanın səmimiyyətimi MLG ilə Arifə düşüb SX-siz ölçə. Yəni bu o qədər gözəl bir nəticə. Dünənləri dərziyə getmişəm ateliyəyə. Mənə geyim tikiblər. Nalə xanım deyir ki, geyim belə bomboş qalır. Deyirəm, bu paylaşa bilmərəm. Paltar belə qalır bomboş. O dərəcədə. Təzə paltarlar var. Artıq. Bir də mən kiçik səhvə yol vermişəm hesablamamda. Siz 7 yox 8 kilo vermişsiniz. 7-si yağdır və qalanı ödəm vermişsiniz. Ödəm də vermişəm. 8 kilo çəkib. Necə gözəl. Doktor, indi nə qədər qalıb? Nə qədər artığım qalıb? Cihaz deyir ki, Aha. siz 59 kiloqram olmalısınız. Sizin hədəf çəkiniz neçədir? 59 deyir Pərvanə doktor mənə. O da deyil. Mən 60, 59, 60 düşünmüşəm. Yəni ondan çox istəmirəm az olsun. Ondan çox istəmirəm az olsun. Pərvanə xanım deyirsə edəcək. Ona görə də biz bu 5 kilonu da vermək məcburiyyətindəyik. İnşallah. Əla. Təbrik edirəm. Doğru. Çox sağ olun doktor. Vallahi valla sizə nə qədər dua eləsəm azdır. Özümü həm gümrah hiss edirəm, həm yorğun hiss eləmirəm. Bilirsiniz ki, gün ərzində mən qaça-qaçlı, enerjili bir stimulda olmalıyam ki, işlərimi axarında yola salım. Bu səbəbdən doktorlarıma onların yazdığı vitaminlərə əlavə qidalar yazıblar, hansı ki, qida əlavələri. Yəni hər biri doğrudan da mənə o qədər köməkli göstərib ki. Şəfa olsun. Çox sağ olun. Bu günləri hansı prosedurlarımız olacaq yenə də? Sistem Bəli, keçiriləcək. sistemlərimizə edəcək, detoks drenaj və müalicəmizə, qidalanmamıza Davam edəcək. İnşallah. Son 5 kilomuz qalıb. Onu da bitirək, sizlərə şok xəbər verəcəm. İğnə vururlar, bir. Hal-hazırda bir dəfə olan sistemlərini qoşur. Azon terapiyadır, drenaj detoks var. Bədəni tam olaraq müalicə eləyir, sağlam arıqlamağımıza köməklik göstərir, yuxu rejimimizi düzəldir. Mən saat səhərə yaxın 4-də 5-də yatan adam idim da. İndi 10-11 olmamış yatıram. Səhər də saat 9, yəni 9-un yarısı 9-da da oyanıram. O qədər yuxu rejimimə gözəl təsir göstərib. Yəni deyir sizə Arifə xanım ora tez-tez getmək, biz həftədə bir dəfə gedib bunların nə xeyri var? Çünki sağlam arıqlamaq istəyən insan İlk öncə bədənin içindən başlamalıdır o gözəlliyə. Ondan sonra üzünüzə vurur, dərini parlaqlaşdırır. Bəzən videolarda mənə deyir, üzünüz necə gözəlləşib. Baxın, bu detoksların sayəsində indi yuxu gəlir, mən yatıram. Hələlik.